Niyə hepatit C olan insanların 30% bundan xəbərsiz? Çünki hepatit C illərlə heç bir simptom vermədən davam edə bilər. Ağrı yoxdur, qızdırma yoxdur, şikayət yoxdur. Amma qaraciyər artıq zədələnməyə başlayıb və xəstəlik adətən təsadüfən aşkar olunur. Yəni, hansı müayinələr zamanı, əməliyyatdan əvvəl və ya artıq çox gec olanda. Virus hepatit C tam müalicə edilə bilər 3 ay ərzində. Amma əvvəlcə onu aşkar etmək lazımdır və siz bilmədən də risk qrupuna ola bilərsiniz. Əgər siz nə vaxtsa döymə etdirmişsinizsə, qan köçürmüşsünüzsə, əməliyyat keçirmişsinizsə və ya stomatoloqda müdaxilə olunubsa, hepatit C üçün sadə bir skrininq testdən keçin. Yəni ki, kart testdən keçin. Bu cəmi bir analizdir, amma həyatınızı xilas edə biləcək bir analizdir.